Salam əziz izləyicilər. Dövlət İmtahan Mərkəzinin 3-cü qrup Ədəbiyyat 20 sınaq kitabından sınaqlarımızın izahına baxaq. Gələk birinci sualımıza. Bizə nə deyir? Birinci sınağımızın ilk sualı ilə başlayaq. Bizə deyir ki, Xan Sarayı əfsanəsi ilə bağlı bizdən doğru fikirləri istəyir. Usta xanın qabağında sözünü deməkdən çəkinmir. Bildiyimiz kimi belə bir məqam var. Yəni usta cəsarətlə sona qədər öz sözünü deyir, çəkinmədən. Deməli bir düzgün cavabdır. Usta sarayı tikərkən əməyinin qiymətləndiriləcəyinə inanırdı. Bəli. Usta deməli xan ustanı yanına çağırır, ondan saray tikməyi əmr edir. Usta da xanın qabağında şərt qoyur ki, əgər əməyimi qiymətləndirsən tikərəm. Xan da deyir ki, qiymətləndirəcəm də, yəni buna söz verir. Ona görə də usta qiymətləndirəcəyinə inandığı üçün sarayın tikintisinə başlayır. Sonra 3-də deyir ki, xanın vəd etdiyi qızılları vermədiyi üçün usta narazı qalır. Xeyr, xan ustaya kifayət qədər qızıl verir. Yəni belə bir məqam da əsərdə yoxdur. 4-də xan ustaya zərər verdiyi üçün peşman olur. Əfsanədə belə bir məqam da yoxdur. Düzdür, xanın peşmanlığı var, amma xan deməli birinci usta onun cəsarətlə qarşısında öz sözlüyünü dediyinə görə ustanın birinci əllərini kəsdirir. Əllərini kəsdirəndən sonra usta yenə özünü sındırmır. Deyir ki, artıq mənim şagirdlərim mənim əllərimdir. Onlar daha gözəl saraylar qurub yaradacaq. Yəni xan peşman olur ki, hə mən gərək sənin birinci dilini kəsərdim. Ondan sonra da xan ustanı öldürür. Yəni bura zərər verdiyi üçün peşman olur. Bu fikir səhvdir. Ona görə bunu da çıxırıq. Usta xanın tamahkarlığının qurbanı olur. Belə deyək də, əfsanədə belə bir məqam da yoxdur. Ona görə bu da səhv fikirdir. Sualımızın cavabı olacaq A variantı. İkinciyə baxaq, ikinci suala. Deyir ki, ağıllı uşaq nağılındakı Əhməd obrazı ilə bağlı doğru fikirləri bizdən istəyir. Məqsədinə çatmaq üçün hər yola baş vurur. Ancaq yalan danışmır. Bunu belə demək olmaz, belə deyək də. Müəyyən qədər yalan danışdığı məqamlar da olur. Məsələn, o xanın şəhərinə gedəndə orada o çobana yalan danışır ki, mən bu şəhərdə böyümüşəm, boya başa çatmışam, yəni belə bir şey deyir. Yəni yalan danışmır, bu fikir səhv fikirdir. Sonra deyir bacarığı və tədbiri ilə kəndi xilas edir. Bəli, Əhməd balaca, az yaşlı olmasına baxmayaraq kəndi xilas edir. Bu düzgün fikirdir. Nənəsi Əhmədə qoca ilə görüşməyi məsləhət bilir. Belə bir məqam da nağılda yoxdur. Orada sadəcə Əhməd nənəsindən soruşur ki, yəni kənddəki bütün qocaları, bir çox qocaları demək olar ki, hamısını aparırlar. Nənəsindən soruşur ki, kənddə başqa bir qoca qaldımı? O da deyir ki, hə, yaşı 100-ü keçmiş bir qoca var. Yəni ondan sonra Əhməd özü gedir, həmin qocanı tapır. Sonra deyir, Əhməd yardımsevər olduğu üçün qocanın arvadına kömək edir. Orada yenə elə bir məqam yoxdur. Qocanın bacısı var idi. Əhməd yəni qapıdan çıxanda onun bacısının çör-çöp yığdığını görür və ona kömək edir. Şahın verdiyi bütün sualların cavabını özü tapır. Bu da səhv məqamdır. Deməli, o birinci qocanın yanına gedir. Qocadan bir sıra sualların cavablarını axtarır, öyrənir. Məsələn, almaların sirri ilə bağlı məqamı. Sonra amma keçinin, yəni xanın sevdiyi heyvanın keçi olmasını amma özü gedir tapır. Ona görə E də səhvdir. Sualımızın düzgün cavabı olacaq B variantı. Gələk 3-cü suala. 3-də bizə deyir ki, nümunəyə əsaslanaraq klasteri hansı fikirlərlə tamamlamaq mümkündür? Baxırıq nümunəmizə. Zülf töküb üzə dilbər, çıxıbdı gözə dilbər. Duvaq salın üzünə, gəlməsin gözə dilbər. Baxırıq mərasim nəğməsidir. Yazır mərasim nəğməsidir. Deməli biz bu klasterimizi doğrulara görə davam etdirməliyik. Baxırıq birdə deyir, mahnılarda olduğu kimi özünə məxsus musiqi havası var. Musiqi havası olması mahnılara aid olan xüsusiyyətdir. Nəğmələrdə belə bir məqam yoxdur. Ona görə bir səhv olacaq. Xalqın adət-ənənəsi ilə bağlı olan nümunə əcdadlarımız tərəfindən ifa edilmişdir. Deməli, əcdadlarımız tərəfindən ifa edilmişdir. Yəni belə bir məqam var, bəli də, bütün şifahi xalq ədəbiyyatı nümunələrinə aid olan bir xüsusiyyətdir. Şifahi xalq ədəbiyyatının ən qədim nəğmələrinə aiddir. Ən qədim nəğmələri əmək nəğmələridir. Yəni bu fikirdə, bu mərasim nəğməsidir. Ona görə 3-cü fikirdə səhvdir. Sonra gələk, deməli bizdən nə istədi? Bizdən deməli doğruları istədi. 2-ni tapdıq hələ ki, 2-ni tapdıq. Sonra gəlirik 4-də deyir ki, 7 hecalıdır. Qafiyə quruluşu A formasındadır. Bəli, yəni bilirik ki, o ümumiyyətlə nəğmələrin hamısının, belə deyək də, nəğmələrin hər birinin qafiyə quruluşu o cür olur. Yəni ona görə 4 də sualımızın cavabı ola bilər. Nümunədə xalqın ruhu, kədəri, təbiətə məhəbbəti və s. əksini tapır. Xalqın ruhu, kədəri, belə düzdür, mərasim nəğmələrində müəyyən qədər var, amma təbiətə məhəbbəti yoxdur. Ona görə bu fikir də səhvdir. Sualımızın doğru cavabı olacaq D variantı. Gələk 4-cü suala. 4-də bizə deyir, nümunə ilə bağlı düzgün fikri müəyyən edin.
Baxaq nümunəmizə. Aşıq Əsəddən bir qoşmadır yəqin ki. Dedim könül durma dağ zirvəsində, bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə obaya, bürüyər nə ağ gün, nə qara səni. Baxırıq ki, bizə nə deyir? 4-cü sualda deməli, bizdən düzgün fikri istəyir. Ona görə bir-bir baxaq A variantına. A-da deyir anafora və epiforadan istifadə olunmuşdur. Baxırıq burada anafora yoxdur. Yəni dedim könül durma dağ zirvəsində, nə qara səni, dilin çatmaz nə bir elə obaya, nə ağ gün, nə qara səni. Burada təkrir var, əslində təkrir var. Bunu epifora kimi düşünmək olar. Yəni ki, anafora və epiforadan istifadə edilmişdir. Yəni hər ikisini götürmək olmaz. Ona görə bu fikir səhvdir. Qıfılbəndə aiddir, səmimi, pak məhəbbət tərənnüm edilib. Qıfılbəndə aiddir, burada qıfılbənd deyil. Yəni qıfılbənd dəyişmədir, aşıqların dəyişməsidir. Burada da elə bir məqam yoxdur. Ona görə B də düzgün cavab olmayacaq. İnversiyadan istifadə edilməyib. Bu da səhv fikirdir. Ümumiyyətlə demək olar ki, lirik növdə olan bir çox əsərlərdə, yəni lirik növdə olan bütün şeirlərdə demək olar ki, inversiya var da, yəni lirik növün əsas xüsusiyyətlərindən biri də elə odur. Sonra inversiyadan istifadə edilməyib, yəni burada baxırıq ki, məsələn, dağ zirvəsində durma olmalıdır, amma burada durma dağ zirvəsində bu inversiya hesab olunur, ona görə bu da səhvdir. Cinas qafiyələrdən istifadə edilib. Bax, burada deyir ki, bir gün düçar edər, deyir dağın zirvəsində durma, bir gün düçar edər qara səni. Burada nə qara səni? Qar. Yəni söhbət qardan gedir. Bir də burada deyir, bürüyər nə ağ gün, nə qara səni. Yəni burada ağla qara, burada artıq başqa məqamlardadır. Ona görə bizə cinas qafiyələrdən istifadəni düzgün cavab kimi götürəcəyik. İkinci misrada təşbih işlənib, bir gün düçar edər, nə qara səni. Burada da təşbih yoxdur. Ona görə bu da sualımızın cavabı ola bilməz. Gələk 6-cı suala. 6-cı sualda bizə nə deyir? Deyir ki, cədvəldə qeyd edilmiş nağıllar ilə bağlı doğru fikirləri müəyyən edin. Ağıllı uşaq və dərzi şagirdi Əhməd. Əhməd xanın ən sevimli heyvanının keçi olduğunu onun özündən öyrənir. Yəni xanın özündən öyrənmir. O gedir Əhməd deməli xanın şəhərinə özü gedir və orada xanın çobanından bunu öyrənir. Ona görə bu səhvdir. Birinci fikir səhvdir. Əsərin ideyası bizə nə deyir? Əsərin ideyası ağıl yaşda deyil başdadır. Atalar sözü ilə səsləşir. Bəli, əsas ideya elə budur. Əsərdə Əhməd ağıllı məsləhətdən yararlanır. Bunu da demək olar, bəli, Əhməd qocadan ağıllı məsləhətlər alır. Əhməd gördüyü yuxunu zindanda Pəri Sultana danışır. Əhməd sona qədər yuxusunu danışmır. Sonda yuxusu zahir olur. Yəni ki, ondan sonra danışır. 4 də səhvdir. Bütün suallara cavab verilsə də Şah Abbasın ölkəsi Firəng padşahının hücumuna məruz qalır. Belə bir məqam da yoxdur. Yəni bütün suallara cavab verilir, ölkə azad olur. Əhməd ən sonda yuxusunu şaha danışır. Bəli. Yəni o Pəri Sultanla evlənəndən sonra təsadüfən ora gəlir, Şah Abbas gəlir və o yuxusunu danışır orada həm Pəri Sultanın, həm də Şah Abbasın yanında. Deməli, 6-cı sualda sualımızın doğru cavabı olacaq B variantı. Gələk 7-ci suala. 7-də görək bizdən nə istəyir. 7-də Cahargah əfsanəsi ilə bağlı bizdən yanlış fikirləri istəyir. Birə baxaq, karvandakı insanlar alimin arxasınca gələnləri cəzalandırırlar. Elə bir məqam yoxdur. Yəni, karvanın ardınca insanlar gedir, amma onlar musiqinin əsiri olurlar və məcburən geri qayıdırlar. Belə bir məqam yoxdur. Hə, bizdən yanlışlar istəyir. Deməli, biz bunu götürə bilərik yanlış məqam kimi. Qüruru və xudvinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bu düzgün fikirdir. Düzgün fikirdir. Ona görə bizə yanlışlar lazımdır. Əsərdə xalqın elm adamlarına olan laqeyd münasibəti demək olmaz. Yəni ki, bu belə deyək də, o alim şahın yanından qayıtdıqdan sonra insanlar bilir ki, nədir, şah o alimi rahat buraxmayacaq. Ona görə də onu başqa ölkəyə gedən şah karvana qoşurlar, aparırlar. Yəni insanların laqeyd münasibəti deyə bilmərik. 4-də deyir, əsər ağıl sahiblərinin güc sahibləri qarşısında məğlubiyyətini göstərir. Ağıl sahibləri güc sahibləri qarşısında məğlub olmur, daha da qələbə çalır. Yəni ona görə məğlubiyyətini göstərir. Bu fikir də səhvdir. Biz bunu səhv fikir kimi götürəcəyik. Deməli, 5-ə də baxaq. Elmin gücü yıxar bürcü. Atalar sözü əsərin ideyası ilə səsləşir. Burada elmlə bağlı yəni nəyi deyə bilərik? Alim nədir? Elm əhlidir. Yəni bu da əsərin ideyası ola bilər. Ona görə bu da düzgün fikirdir, götürmürük. Bizim səhv fikirlərimiz olacaq burada 1, 3, 4 A variantı. Gəlin növbəti 8-ci sualımıza. 8-ci sualda bizə deyir ki, Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Əfsanə və rəvayət. Baxaq görək nə var burada.
Deməli, möcüzəli ağla sığmaz hadisələrdən söz açılır. Möcüzəli ağla sığmaz hadisələrdən söz açılır. Bizdən doğru fikir istəyir. Ona görə bəli, biri götürürük. Müəyyən bir hadisə, əhvalat danışmaq, nağıl etmək yolu ilə təsvir olunur. Deməli, bu nağıl etmək, danışmaq yolu ilə təsvir olunur. Bunu rəvayətlərə də aid edə bilərik. Ortada olmalıdır. Ona görə bunu götürmürük. Sonra deyir, əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı olur. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı olan rəvayətlərdir. Yəni, bu da rəvayətlərə aid olan xüsusiyyətdir. Ona görə bunu da götürmürük. Şifahi xalq ədəbiyyatının epik növünə daxildir. Bəli, hər ikisi epik növə daxildir. Deməli, götürürük. Real həyat hadisələri zəminində yaranır. Bu da düzgün fikirdir. Deməli, bilirik ki, rəvayətlərdir, nağıllardır. Deməli, məişət nağıllardır ki, orada real həyat hadisələri müəyyən qədər olur. Ona görə indi 6-ya da baxaq. İnsanın xarakter əməllərində müşahidə edilən nöqsanlar tənqid olunur. Bu lətifələrə aid xüsusiyyətdir. Bu da sualımızın cavabı ola bilməz. Deməli, sualımızın doğru cavabı olacaq 1, 4, 5 E variantı. Gələk növbəti 9-cu suala. Məişət və mərasim nəğmələri üçün ortaq cəhətləri bizdən istəyir. 4 misra olan və hər misrası 7 hecadan ibarət olan nümunələri var. Bəli, yəni nəğmələr ilə 4 misradan ibarət olur, 7 hecadan ibarət olur. Ona görə bu düzgün fikirdir. Müxtəlif mövsümlərlə bağlı yaranmış nəğmələrdir. Müxtəlif mövsümlərlə bağlı yaranmış nəğmələr mövsüm nəğmələrdir. Bu fikir səhvdir. İkilik və dördlük şəklində olur. Deməli, ikilik və dördlük şəklində olur. Bu, məişət nəğmələrinə götürə bilərik. Oxşamaları, məsələn, ikilik, nazlamalar, oxşamalar, ikilik, dördlük şəklində olur. Amma nədir? Mərasim nəğmələrində elə bir məqam yoxdur. Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir. Bu da düzgün fikirdir. Deməli, sualımızın düzgün cavabı olacaq B variantı. Baxaq 10-cu suala. Dastan janrına aid olan fikirləri bizdən istəyir. Epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Bəli, bu düzgün fikirdir. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilmir. Bizdən deməli düzgün fikirlər istəyir. Məhəbbət dastanlarında qəhrəmanlıq motivinə yer verilmir. Belə bir bu səhv fikirdir. Ümumiyyətlə qəhrəmanlıq dastanlarında məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilir. Ona görə bu fikir səhvdir. Qəhrəmanlıq dastanları ustadnamə ilə başlayıb duvaq qapma ilə bitir. Bu fikir də səhvdir. Məhəbbət dastanları ustadnamə ilə başlayır, duvaq qapma ilə bitir. Əgər sonu faciəli bitirsə, duvaq qapmanın yerinə orada cahannamə olur. Ona görə bu da səhvdir. Məhəbbət dastanlarında sevgilər qovuşa bilməyəndə dastanın sonunda cahannamə söyləyir. Deməli, bu da dediyimiz kimi düzgün cavabdır. Yəni, məhəbbət dastanları faciəvi sonluqla bitənlər cahannamə ilə bitir. Bu düzgün fikirdir. Şah İsmail dastanını qəhrəmanlığa nümunə göstərmək olar. Bu da səhv fikirdir. Yəni, qəhrəmanlıq dastanı bizdə Koroğlu, Dədə Qorqud öyrəndiyimiz dastanların içərisində qalan öyrəndiyimiz bütün dastanlar məhəbbət dastanıdır. Ona görə 10-cu sualımızın cavabı da olacaq 1-4A variantı. Gələk 11-ci suala. 11-də bizə nə deyir? 11-də deyir ki, nöqtələrin yerinə yazıla bilməz. Baxaq, qoşma və gəraylı. Gəraylı deyir, aşıq şeirinin ən geniş yayılmış nümunələrdir. Bəli, qoşma, gəraylı ən geniş növlərdir. Bu yazıla bilməz dediyinə görə bunu keçirik. Təcnis 11 hecalı şeir janrıdır. Bu da səhv fikirdir. Qoşma 11 hecalıdır. Təcnis, daha doğrusu bu da düz fikirdir. Qoşma da təcnis də 11 hecalıdır. Düzgün fikirdir, götürmürük. Gəraylının qafiyə quruluşu eynidir. Bəli, qoşma ilə gəraylının bütün bəndlərdə qafiyə quruluşu eynidir. AB, CB, sonraki bəndlərdə 3AB bu şəkildə qafiyələnir. Gəraylıdan dastanlarda geniş istifadə edilir. Bu da düzgün fikirdir. Yəni, qoşma, gəraylı dastanlarda istifadə olunan şeir janrlarıdır. Rübai daha çox lirik məzmun daşıyır. Yalnız aşiqanə mövzularda işlənir. Ümumiyyətlə, bunu ikisinə də aid eləmək olmaz da. Yəni, düzdür, daha çox qoşma məhəbbət mövzusunda olur, aşiqanə mövzuda olur, amma digər bütün mövzularda da ola bilər də. Yəni, bu fikir həm rübainin də eyni zamanda, yəni ona görə bu səhv fikirdir və sualımızın doğru cavabı E variantıdır. Keçək 12-ci suala. 12-ci sualda bizə nə deyir? 12-də deyir ki, cədvəldə qarşısında rəqəmlər yazılmış, hansı fikirlərin yeri dəyişdirilsə, yol verilmiş yanlışlıq aradan qalxar. Baxaq, deməli, görək bizə nə yazıb? Yazıb janr, xalq oyunları yazıb, bir də yazıb janra aid fikirlər, xalq tamaşaları, bunlara aid fikirlər. Xalq oyunları yazıb oturaq və hərəkətli olmaqla iki yerə bölünür. Bəli, bu düzgün fikirdir. Yəni ki, bunu bizdən, deməli, bir dəqiqə, bizdən yeri dəyişdirilməli olan fikirləri istəyir. Bu düzgün fikirdir, götürmürük. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bəli, bu fikir tamaşalara aiddir. Bunun yeri dəyişdirilməlidir. Bax, deməli, biz bunu ikinin yerini dəyişməliyik.
Dəsmalı ver, xəndəyə düşmə, dəyirman bunlar hərəkətli oyunlara aiddir. Bu da oyunlarda bəli, bunlar da eyni zamanda əşyalardan istifadə edilir. Düzgün fikirdir. Gəldik xalq tamaşaları. Uşaq orqanizmin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Bunu biz oyunlara aid eləməliyik. Yəni burada da bu 4-ü götürməliyik ki, bu 2 ilə 4-ün yerini yəqin ki dəyişəcəyik. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. Bu da düzgün fikirdir. Yəni biz bunun da yerini dəyişməyəcəyik. Deməli 12-ci sualımızın düzgün cavabı olacaq A variantı. 2 və 4 yeri dəyişməlidir. Gələk növbəti 13-cü sualımıza. 13-də bizə nə deyir? Nəğmələrlə bağlı hansı fikirlər doğrudur? Qodu nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün deməli, uzun zaman yağan yağışın kəsməsi üçün oxunan mövsüm nəğməsidir. Bu düzdür da. Yəni ki, belə deyək də, uzun zaman yağış yağanda qodu nəğməsini oxuyurdular. Bir də yağış çağırma, uzun zaman yağış yağıb onun kəsməsi üçün qodu oxuyurdular. Bir də ayrıca bir nəğmə var idi ki, orada da yağışı çağırmaq üçün oxuyurdular. Yəni ona görə bir düz olacaq. Bir düz olacaq. 2-də deyir, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün sayatçı nəğməsi oxuyur. Sayatçı nəğməsi, cütçü nəğməsini, deməli, əməyi yüngülləşdirmək üçün sayatçı yox, holavar oxuyur. Yəni, cütçünün oxuduğu holavardır. Ona görə 2 səhv fikirdir. Məişət nəğmələri 2 yerə bölünür. Toy və yas nəğmələri. Bu toy və yas nəğmələri mərasim nəğmələridir. Məişət nəğmələri bu oxşamalar, laylalardır. Yəni ona görə bunu da götürmürük. Qəhrəmanlıq nəğmələrində xalq qəhrəmanı tərifləyir, əzm, mətanət nümayiş etdirməyə səsləyir. Bu da bəli, qəhrəmanlıq nəğmələrinin əsas ideyası canıdır. Nəğmələrin özünə məxsus melodiyası yoxdur. Bəli, bu fikir mahnılara aiddir. Nəğmələrdə belə bir məqam yoxdur. Ona görə 1, 4, 5 sualımızın doğru cavabı olacaq E variantı. Gələk növbəti suala. 14-cü suala. 14-cü sualda bizə deyir ki, dərzi şagirdi Əhməd və ağıllı uşaq nağıllarının ortaq cəhdidir. Baş qəhrəman ağıllı və iradəlidir. Elə düzgün cavab budur. Yəni baş qəhrəman, burada hər ikisində əsərin baş qəhrəmanı Əhməddir, ağıllıdır, iradəlidir, bu düzgündür. Baş qəhrəman hədəfinə çatmaq üçün sehirli qüvvələrin gücündən istifadə edir. Elə bir məqam yoxdur, heç birində sehirli qüvvə yoxdur. Hökmdar ziddiyyətli obraz kimi yadda qalır. Ziddiyyətli obraz demək olmaz. Yəni hardasa ağıllı uşaqda biraz götürmək olar, həm mənfi, həm müsbət xüsusiyyətləri olan kimi. Amma dərzi şagirdi Əhməddə hardasa götürmək olar, ağıllı uşaqda bunu götürmək olmaz. Yəni ziddiyyətli obraz kimi götürmək olmaz. Ona görə səhvdir. Baş qəhrəman təcrübəsiz olsa da böyüklərdən məsləhət alır, hökmdara qalib gəlir. Bu hökmlərdən nədir? Böyüklərdən məsləhət almaq ağıllı uşağa aiddir. Yəni bu fikir də Əhmədə aid eləyə bilmərik. Baş qəhrəmana sevdiyi qız kömək edir. Bu da heç birinə aid deyil. Bunu hansısa məqamda dərzi şagirdi Əhmədə bəlkə götürmək olar ki, aid eləmək olar ki, orada zindanda olduğu müddətdə Pəri Sultan ona müəyyən qədər qayğı göstərir. Yəni ona aid götürmək olar, amma ağıllı uşağa götürmək olmaz. Ona görə sualımızın cavabı olacaq A variantı. Gələk 15-ci suala. 15-də deyir, Venn diaqramına uyğun fikirləri bizdən istəyir. Venn diaqramına uyğun fikirləri istəyir. Atalar sözü və məsələlər 15-ci sualda. Baxaq, uyğunlaşdıraq. Deyir, müəyyən əhvalatla bağlı olur məsələlər. Deməli, bu getdi, A-nı yazdıq bura. Deyir, fikir ümumiləşmiş bitkin şəkildə ifadə edilir. Deməli, bir də 15-ci sualımıza baxıb davam eləyək. Fikir bitkin şəkildə ifadə edilir. Bu bitkin şəkildə ifadə edilmək məsələsi, yəni bu yəqin ki, təkcə atalar sözlərinə aid olacaq. Sonra 3-cü fikrə baxaq, C-yə baxaq. Ona görə bunu da yazdıq bura. Fikrin üstüörtülü şəkildə ifadəsi mühüm tələbdir. Fikrin üstüörtülü şəkildə ifadəsi bu tapmacalara aid. Yəni bu heç birinə aid olan fikir deyil. Xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Bu da gedəcək, deməli, hər ikisinə götürə bilərik. Yəni bunu xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ifadəsini biz həm atalar sözünə götürə bilərik, deyini, həm də məsələlərə götürə bilərik. Müdrik sözlər, qanatlı sözlər hesab olunur. Bunu da götürə bilərik, yəni hər ikisinə. Ona görə D ilə deməli Y olacaq. 1-ə B, 2-yə D-Y, 1-ə B, 2-yə A, 3-ə D-Y, o da 1-ə B, 2-yə A, 3-ə D-Y. Deməli A variantındadır. Sualımızın doğru cavabı olacaq A variantı. Keçək növbəti suala. 16-cı sualda davam eləyək. Şifahi xalq ədəbiyyatının janrlarına əsasən uyğunluğu bizdən istəyir. Baxaq görək burada sualımızın cavab nə olacaq.
Deməli, bax, səməndər quşu bilirik ki, birə gedəcək A. Səməndər quşu nədir? Rəvayətdir. Səməndər quşu rəvayətdir. Yox, deməli, səməndər quşu əfsanədir. Daha doğrusu, səməndər quşu əfsanədir. Səməndər quşu əfsanədir. Astiaq rəvayətdir. Birə gedəcək B-yə. Astiaq rəvayətdir. Ağıllı uşaq nağıldır. C variantı gedəcək bura. Xan sarayı əfsanədir. 2-yə gedəcək. A ilə bərabər 2-yə gedəcək. Bu nədir? Xan sarayı 2-yə gedəcək D. Nuh Peyğəmbər yenə rəvayətdir. 1-ə də gedəcək B ilə Y. Deməli, 1-ə B, Y, 2-yə A, D, 3-ə C. 1-ə B, Y ilə A bəndimiz. Sualımızın doğru cavabı olacaq A variantı. Keçək növbəti 17-ci sualımıza. Davam eləyək. Cədvələ əsasən Cahargah əfsanəsi ilə bağlı bizdən doğru fikirləri müəyyən eləməyimizi istəyir. Hökümdarın ətrafdakılara münasibəti, Cahargah əfsanəsindəki hökümdarın ətrafdakılara münasibəti. Baxaq, qüruru və xudbinliyi hökümdarı alimin niyyətini başa düşməyə imkan vermir. Bəli, bunu doğru cavab kimi götürürük. Elmə və alimə qiymət verməyi bacarmayan şah alimi xalqın gözündən salmağa çalışır. Bəli, ona görə də alimə müxtəlif suallar verirlər. Yəni, verməyə cəhd edirlər. Daha doğrusu, birinci sualı verirlər, sonra davamını gətirmirlər. 2 də düzgün fikir olacaq. Xeyirxah işləri ilə xalqa kömək edir. Hökümdar eləmir də. Yəni, bunu alimə aid eləmək olar. Ona görə bu fikir səhvdir. Ətrafdakıların hökümdara münasibəti. Ətrafdakıların hökümdara münasibəti, biz bunu, deməli, xalqın hökümdara olan münasibəti qərəzli deyil də. Yəni, xalq qərəzli deyil deyəndə bunu belə başa düşək ki, yəni xalq bilir ki, hökümdar alimi sağ buraxmayacaq, yəni onun əvəzini çıxacaq. Ona görə onu kərvana qoşurlar, başqa ölkəyə aparırlar. Yəni qərəzli deyil də, xalq öz hökümdarını belə deyək də tanıyır. Ona görə bu da düzgün fikirdir. Xalqın ona məhəbbəti ədalətə və qələbə qazanmasına səbəb olar. Xeyr, xalq hökümdara, belə deyək də, xalqın hökümdara məhəbbəti yox idi. Bu səhv fikirdə alimə məhəbbəti var idi. Xalq arasında yaşamağı sarayda yaşamaqdan üstün tutur. Elə bir şey də yoxdur. Yəni, bu fikir də səhvdir. Deməli, sualımızın düzgün cavabı olacaq E bəndi. Keçək növbəti sualımıza, 18-ci suala baxaq. Nağıl janrı ilə bağlı yanlış fikirləri bizdən istəyir. 18-ci sualda yanlış fikirləri istəyir. Deməli, baxırıq 18-ci sualda. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bəli, nağılda, daha doğrusu, yanlış fikirlər istəyir. Yanlış fikirləri istədiyinə görə bu birinci fikir doğru fikirdir. Ona görə çıxırıq. Sualımızın cavabı ola bilməz. Nağıllar 3 yerə bölünür. Heyvanlar haqqında nağıllar, sehirli və məişət nağılları. Bu da düzgün fikirdir. Yenə çıxırıq. Bizə yanlışlar lazımdır. Məişət nağıllarında bəzən müsbət qəhrəmana qeyri-real xeyirxah qüvvələr kömək edir. Bu sehirli nağıllara aiddir. Deməli, biz 3-ü götürməliyik. Sonra qayıdaq digər yerə. Nağıllar qədim dövrdən bugünümüzə yazılı formada gəlib çıxmışdı. Bu da səhv fikirdir. Yəni, bizdən səhvləri istədiyinə görə biz bunu da götürürük. Məişət nağıllarında real hadisələrin təsviri aparıcı yer tutur. Müəyyən qədər rəvayətlərlə oxşarlığı var. Ona görə bu da düzgün fikirdir. Deməli, baxaq görək nə seçdik. Bir dəqiqə. 4-ü seçdik. Bir də 3-ü səhv fikir kimi 3 və 4 seçdik. 3 və 4 də deməli Y variantı olacaq. Bəli, sualımızın cavabı olacaq Y variantı. Sonra davam eləyək 19-cu sualla. Yanıltmac janrı ilə bağlı hansı fikirlər doğrudur? Səs oyunu üzərində qurulmuşdur. Yanıltmac səs oyunu üzərində qurulmuşdur. Bu, belə deyək də 19-da, səs oyunu üzərində qurulmuşdur. Bəli, bu yanıltmaca aid olan xüsusiyyətdir. Ona görə 1-i götürürük. Fikrin üstörtülü ifadəsi janr üçün əsaslı bu tapmacalara aid olan xüsusiyyətdir. Humoristik məzmuna malik olur. Bəli, satirik yox, humoristik məzmun olur. Ona görə 1-3-dür. Humorla yanaşı satira, sarkazm da olur. Bu lətifələrə aid xüsusiyyəti yoxdur. Yalnız uşaqların nitqinin inkişafına kömək edir. Yəni, bu yalnız sözü var, bu səhvdir. Ona görə sualımızın düzgün cavabı olacaq 1-3 C variantı. Gələk növbəti sualımıza. 20-ci sualda bizə nə deyir? Nümunə ilə bağlı doğru fikirləri bizdən istəyir. Nümunə ilə bağlı doğru fikirləri istəyir. Səyyad dəryalarda alar cəngələ, həsrət çəkər çiskin gələ, çəngələ. Əzrail sinəni çəkir cəngələ, qəssab qaş eləyər, ay ağa. Bizdən doğru fikirləri istəyir. Doğru fikirlərlə davam edək. Bənddə, deməli, bənddə inversiyadan istifadə olunub. Səyyad dəryalarda alar cəngələ, yəni xəbər cümlənin ortasındadır. Cümlədə söz sırası pozulub. Deməli, inversiyadan istifadə olunur. Doğru cavab kimi götürəcəyik. Bir düzgündür. Sonra, təzad yaradılıb, deyir burada. Təzad burada varmı? Hansısa təzadlı məqam varmı? Təzad yoxdur. Yəni, ona görə
təzad yoxdur. Yəni sualda şeirdə təzadlı bir məqam yoxdur. Ona görə biz bunu götürməyəcəyik. Təkrir işlənmişdir. Baxaq görək təkririmiz varmı? Cəng ələr, həsrət çəkər, çiskin gələr, çəng gələr. Bax burada bəli, təkririmiz var. Ona görə 3-ü də götürəcəyik. Məhəbbət mövzusundadır. Məhəbbət mövzusundadır. Bu məhəbbət mövzusunda deyil. Yəni bu da səhv fikirdir, götürmürük. Qafiyə quruluşu qoşmadakı kimidir? Elə qoşmadır. Aşıq Ələsgərin qoşmasıdır. Ona görə təcnisdir, daha doğrusu təcnisdir, yəni qoşmadır da, demək olar ki, bir çox xüsusiyyətlərinə görə. Ona görə sualımızın cavabı olacaq D variantı 1, 3, 5. Gələk növbəti 21-ci suala. Aşıq yaradıcılığı ilə bağlı hansı fikir doğrudur? Qoşma, gəraylı, bayatı aşıqların ən çox müraciət etdiyi janrlardır. Elə bu düzgün fikirdir. Aşıq yaradıcılığında bütün ədəbi növlərə aid nümunələr var. Bunu bütün ədəbi növlərə demək olmaz. Məsələn, dastan epik növə aid olan bir nümunədir. Bir də qoşmadır, gəraylıdır, bayatıdır. Bunlar da lirik növədir. Yəni dramatik növə aid heç bir şey yoxdur. Abbas Tufarqanlı Aşıq Şəmşir ifaçı aşıqlardır. Bunlar hər ikisi yaradıcı aşıqlardır. Aşıq Kamandar, Aşıq Əmrah, bunlar da ifaçı aşıqlar, ona görə bu səhvdir. Gəraylının qafiyə quruluşu qoşmadan fərqlənir. Xeyr, bayaq da dediyimiz kimi gəraylı ilə qoşmanın qafiyə quruluşu eynidir. Dövrümüzdə bu sənətə məşğul olanlara Dədə Uzan Varsaq deyilir. Bu qədimdə bunlara deyilən adlardır. Ona görə sualımızın düzgün cavabı olacaq A variantı. Keçək növbəti suala. Dərzi şagirdə Əhməd nağlındakı Əhməd obrazı ilə bağlı yanlış fikri bizdən istəyir. Deməli, yanlış fikri bizdən istəyir. Hər sualı yanlış. Hər sualı açmağın qarşılığında padşahdan bir tələbi olur. Bəli, hərəsində bir tələb qoyur. Gah qızını istəyir, qızı ilə nikah kəsdirir, toy eləyir. Yəni ki, bir tələbi olur. Bu düzgün fikirdir, getdi. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir. Bəli, belə bir məqam da var. Yəni bu da düzgün fikirdir. Birinci suala cavab verdikdən sonra azadlığa buraxılmır. Bəli, üçüncü suala da cavab verdikdən sonra azadlığa buraxılır. Yuxusu Çin olmadan onu kiməsə danışmır. Bəli, yuxusu Çin olur padşahın gəlişi ilə. Ondan sonra onu danışır. Şah Abbas onun qızı ilə ailə qurmasına əvvəldən razı olur. Xeyr, əvvəldən razı olmur. Buna etirazını bildirir, amma sonda, yəni vəzirin sözündən də sonra deyir ki, hə də, yəni Əhməddən ağıllı adam tapa bilməyəcəm, ona görə razı olur. Deməli, 22-ci sualın cavabı olacaq E variantı. Gələk 23-cü suala. Xan Sarayı və Cahargah əfsanəsi əsərlərinə aid ortaq məqamlardır. Baxaq görək nə deyir. Şifahi xalq ədəbiyyatı nümunəsidir. Xan Sarayı. Bunlar hər ikisi əfsanədir. Şifahi xalq ədəbiyyatı nümunəsidir, bəli. Əsas qəhrəman ustadır. Xan Sarayında ustadır. Cahargah əfsanəsində alimdir. Zülmkar ölkə başçısı, bəli, hər ikisində zülmkar ölkə başçısı var. Ona görə 1-3 doğru cavabdır. Vəzir surəti yaradılıb. Deməli, burada Xan sarayında vəzir var. Yəni, hər ikisində vəzir surəti yoxdur. Sonra, baş qəhrəman məğlub olur. Bu da baş qəhrəman burada ustadır. Burada Xan sarayında alimdir. Yəni, bunlar heç biri məğlub olmur. Ona görə sualın düzgün cavabı olacaq 1-3. Gələk növbəti suala. 24-cü sualla davam eləyək. 24-də bizə nə deyir? Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin deyir. Baxırıq nümunəyə. Fürsət əldə ikən yaxşılıq elə, həmişə əlində ixtiyar olmaz. Gəl güvənmə dövlətinə, malına, mala, mülkə, ömrə etibar olmaz. 24-cü sualından davam eləyək. Deməli, birdə deyir, natamam qafiyədən istifadə olunub. Baxaq burada görək, natamam qafiyədən istifadə olunubmu? Yaxşılıq elə, malına. Götürmək olar, bax burada bu elə sözünü, elə malına sözlərini, yəni müəyyən qədər natamam qafiyə kimi götürmək olar. Ona görə bu doğru fikirdir, bir düzdür. Sonra, cinas qafiyəlidir. Cinas qafiyə burada yoxdur, yəni ona görə bu səhvdir. Lirik növdə heca vəzindədir, bəli, qoşma janrındadır, lirik növdə heca vəzindədir, düzdür. Qafiyə quruluşu gəraylıdan fərqlidir. Qafiyə quruluşu gəraylı ilə eynidir. Qoşma ilə gəraylının qafiyə quruluşu eynidir. Nəsihətamiz məzmundadır. Bəli, burada yaxşılıq eləməkdən nədən söhbət gedir. Ona görə bu da düzgün fikirdir. Sualımızın düzgün cavabı olacaq 1-3-5. 1-3-5. Keçək növbəti 25-ci suala. 25-ci suala keçək. Lətifələrə aid xüsusiyyətləri bizdən istəyir. Lətifələrə aid xüsusiyyətlərdir. Yalnız yumordan istifadə edilir. Biz dedik ki, lətifələrdə həm yumordan, həm də satiradan istifadə edilir. Yalnız yumordan istifadə edilməsi yanıltmacılara aid
fikirdir, xüsusiyyətlə ona görə biz buna çıxırıq. Cəmiyyət və məişət həyatında olan qüsurlar tənqid olunur. Bu doğru fikirdir. 2-ni götürürük. Xalq arasında yalnız Molla Nəsrəddin ilə bağlı lətifələr, xeyr, Bəhlul Dayanəndə və sair digər qəhrəmanlar haqqında da olan lətifələr var. Yəni burada yalnız dediyinə görə bu da səhv fikirdir. Sonra deməli lətifələrdəki gülüşün növləri komediya janrındakı gülüşlə səsləşir. Bəli, burada da komediyada da satirik və yumoristik gülüşdən istifadə olunur. Ona görə bu da düzgün fikirdir. Sonluğu bəzən xalq arasında məsəl kimi işlənir. Bu da düzgün fikirdir. Məsələn, sən çaldın, dava yorğan davasıdır və bu kimi lətifələrin sonluğu bugün məsəl kimi istifadə edilir. Ona görə cavabımız 2, 4 və 5 olacaq. Gələk növbəti suala. 26-cı suala. 26-cı sualda bir dəqiqə. 26-cı suala bizə nə deyir? Ağıllı uşaq nağılı ilə bağlı doğru fikirləri bizdən istəyir. Xanın tapşırığını kəndə vəzir çatdırır. Ağıllı uşaq nağılında xanın tapşırığını kəndə vəzir çatdırır. Bu fikir səhv fikirdir. Yəni ona görə bunu götürmürük. Xanın xoşladığı heyvan keçi idi. Bəli, xan heyvanı, keçini xoşlayırdı. Onu da gedir çobandan öyrənir. Əhməd, bu düzgün fikirdir. Əhməd öz ağlı, bacarığı, tədbiri ilə kəndi xilas edir. Bu da deməli doğru fikirdir, götürürük. Almaların sirrini Əhməd özü tapır. Bu səhv fikirdir. Əhməd qocadan öyrənir. Səhv fikirdir. Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiləyə əl atır. Bəli, deməli məsləhətçi ona məsləhət görür ki, yəni kəndi necə əldə eləyək, necə ələ keçirək, o qocaların tutulub zindana gətirilməsi məsələsindən söhbət gedir. Ona görə də sualımızın cavabı olacaq 2, 3, 5. 2, 3 və 5. Gələk növbəti 27-ci suala. Cahargah əfsanəsinin qəhrəmanları ilə bağlı bizdən uyğunluğu istəyir. Alim və hökmdar. Deməli, yazır ki, saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Nankorluq hesab edən, yəni ki, hökmdardır. Deyir ki, sən saraya da yaşamağı üstün tutmadığına görə alimə bunu deyir. Ona görə 2-yə gedəcək A. Sonra, xalq arasında böyük hörmətə malikdir. Bu, alimə aid xüsusiyyətdir. 1-ə gedəcək B. Ölkəni tərk etmək məcburiyyətində qalır. Yəni, alim karvana qoşulur, gedir, ölkəni tərk edir. Ona tabi olmayana qarşı qərəzli mövqe tutur. Bəli, D. Aiddir hökmdara. Əməyi dəyərləndirir. Elə bir məqam da burada yoxdur. Ona görə 1-ə olacaq B, C, 2-yə də A, D. 27-ci sualımızın cavabı da bu. Keçək növbəti situasiyamıza, mətni diqqətli oxuyaq və baxaq görək burada situasiyada nədən danışır. Deməli, Daşdəmirin nağılı, görürük nağıl janrında olan bizə bir mətn verilib. Daşdəmir dedi, padşah sağ olsun, mən sir sahibindən icazə almamış sənə heç bir söz deyə bilmərəm. Məni azad elə, gedim icazə alım, gəlim deyim. Padşah dedi, yox, mən səni əlimlə buraxıb, sonra ayağımla axtıra bilmərəm. Ya danış, ya da bugün səni astıracağım. Daşdəmir dedi, İstəyirsiniz bir dəfə yox, lap 5 dəfə astırın. Mən icazə almamış sizə heç bir söz deməyəcəm. Padşah əmr elədi, meydanda dar ağacı quruldu, şəhərə car çəkdilər ki, Daşdəmir padşahdan sir gizlətdiyinə görə dar ağacından asılacaq. Hər şey hazır olandan sonra cəmaət yığıldı. Daşdəmiri meydana gətirdilər. Padşah bir də soruşdu. Deyirsən ya yox? Daşdəmir dedi, xeyr, mən heç bir şey deyə bilmərəm. Padşah cəlladlara əmr etdi ki, assınlar. Elə ipi onun boynuna salanda haradansa bir atlı elə sürüb keçdi ki, heç kəs onun üzünü görə bilmədi. Ancaq onu gördülər ki, dar ağacına çatanda yerə bir nar vurdu. Nar parçalandı, dənələri ətrafa səpələndi. Daşdəmir cəlladlara dedi, gedin padşaha deyin ki, mən danışmağa hazıram. Gedib padşaha xəbər verdilər. Padşah ondan soruşdu, niyə indiyə kimi demirdin, indi razı oldun? Daşdəmir nar dənələrini ona göstərib dedi. Padşah sağ olsun, sir sahibi sirrin açılmasına icazə verdi. Deməli, Daşdəmirin nağılından bir parçanı biz oxuduq. İndi baxaq görək suallarımızda nələr bizə verilib, nə istəyir bizdən. Daşdəmirin nağılı əsərindəki Daşdəmir və Dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazlarının xarakterindəki oxşar cəhətlər. Deməli, bunlar haqqında nə deyə bilərik? Deyə bilərik, hər ikisi inatkardır. Bax, deyə bilərik, hər ikisi inatkardır. İnatkar. Sonra, deyə bilərik, ikinci yaza bilərik, qətiyyətlidir, yəni qorxmadan sona qədər öz sözlərinin üzərində dururlar. Qorxmazdır deyə bilərik, bəli.
Sonra keçək 29-cu suala. 29-cu sualda bizdən görək nə istəyir? Əsərlərin forma və janr xüsusiyyətləri əsasında cədvəl tamamlayın deyir. Bizə verilən buradakı nümunə Daşdəmirin nağılı, deməli, nağıl janrındadır. Xan Sarayda əfsanədir, əfsanə janrında olan əsərlərdir. Məsələn, bizə burada Venn diaqramı kimi verməyib. Məsələn, hər ikisinə oxşar xüsusiyyət kimi yaza bilərik epik növdə olmasını, deməli, epik növdədir. Sonra hər ikisi nəsrlə yazılıb, nəsrlə yazılıb. Bu da nəsrlə yazılıb, bəli, nəsrlə yazılır. Sonra hər ikisi deyə bilərik ki, belə deyək də, müəyyən sujet xətti var. Yəni, sujet xətti var, məsələn, götürə bilərik, sujet xətti var. Sujetə malikdir, yəni ki, sujetə malikdir. Yəni, bu da sujetə malikdir. Müəyyən sujetə malikdir, bəli, deyə bilərik. Sonra sujetə malikdir. Sonra, məsələn, Daşdəmirin nağılında deyə bilərik ki, Daşdəmirin nağılı məişət nağıllarına aiddir. Yəni, real həyat hadisələri öz əksini tapır. Yəni ki, belə deyək də, məişət nağıllarına aiddir. Xan Sarayı əfsanəsində də deyə bilərik ki, qeyri-adi, gözlənilməz, qeyri-adi, möcüzəli hadisələr öz əksini tapır. Möcüzəli hadisələr öz əksini tapır. Keçək 30-cu suala. 30-cu sualda görək bizdən nə istəyir. 30-cu sualda yazır ki, 30-cu sualda bizə deməli nəticə hissəsini verib. Padşahın əmri ilə meydanda dar ağacı qurulur. Dar ağacı qurulmasına səbəb nədir? Deməli, dar ağacı qurulmasına səbəb götürə bilərik ki, yəni Daşdəmir qətiyyətlə, Daşdəmir deyə bilərik ki, Daşdəmir yəni qətiyyətlə Daşdəmir qətiyyətlə danışmayacağını bildirir. Heç bir söz deməyəcəyini bildirir. Ona görə də orada deməli nə olur? Padşahın əmri ilə meydanda dar ağacı qurulur. Sonra səbəbdə yazıb nar parçalanır, dənələri ətrafa səpələnir. Ondan sonra da Daşdəmir sirri açmalı. Daşdəmir sirri aça biləcəyini padşaha deyir. Bu da bizim 30-cu sualımızın izahı. İnanıram ki, sizlər üçün yararlı olar. Kanalımızı bəyənməyi, abunə olmağı unutmayın.